Tin, əncir, bağışlayan və mehriban Allahın adı ilə. And olsun əncirə və onun ağacına, zeytuna və onun ağacına və ya Dəməşqdə və Beytül-Müqəddəsdə olan iki dağa, Tin və Zeytun dağlarına. Və and olsun Sina dağına, Allah Musa ilə orada danışmış və Tövratı 3 gün dalbadal ayaq üstə qalan Musanın qulağına çatdırmış, onun qəlbinə nazil etmişdi. Və and olsun bu əmin amanlıq olan şəhərə, şəriət baxımından toxunulmaz olan Məkkə-i Müəzzəməyə ki, həqiqətən biz insanın cismini və ruhunu ən gözəl bir biçimdə yaratdıq. Ona düzgün qamət, mütənasib üzvlər, düşünən beyin və fəzilətlərə qadir olan bir ruh verdik. Sonra isə onu rəzillərin ən aşağı dərəcəsinə qaytardıq. Maddi cəhətdən cismi və fikri zəiflik halında, mənəvi cəhətdən bütün dəlillər təqdim edilib tamamlandırdan sonra cəhl və bədbəxtlik halında buraxarıq. Yalnız iman gətirib yaxşı əməllər edənlərdən başqa, onlar üçün minnətsiz və saysız hesabsız bir mükafat vardır. Belə isə, ey insan, bundan sonra səni cəza gününü təkzib etməyə vadar edən nədir? Məyər Allah hökm edənlərin, hakimlərin ən yaxşısı deyilmi?